Salam, hər vaxtınız xeyir olsun. Hörmətli Vətən Qəhrəmanları TV az saytının izləyiciləri. Bu günləri 3 şəhid milli qəhrəmanımız haqqında sizə məlumat verəcəyik. Məlumata keçmədən öncə yuxarıda üstəgəl işarəsini basmaqla kanalımıza abunə olun və paylaşmağı, bəyənməyi unutmayın ki, qəhrəmanlarımızın təbliğatı daha geniş şəkildə həyata keçirilir. Sultan Ağa Bayramov 1936-cı ildə Lənkəran rayonundan anadan olmuşdu. 17 oktyabrda dünyaya göz açan qəhrəmanımız hələ uşaqkən qəhrəmanlığa seçildi. Məhz hərb sahəsində həkim kimi fəaliyyət göstərən qəhrəmanımız 1-ci Qarabağ müharibəsi başladığı zaman döyüşlərə qatılmışdı. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız düşmənin kabusuna çevrilmişdi. Lakin 23 avqust 1993-cü ildə qəhrəmanımız üçün son döyüş olmuşdu. Qızğın gələn döyüşlər nəticəsində qəhrəmanımız qəhrəmancasına şəhid olmuşdu. Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran rayonundan anadan olmuşdu. O, hələ uşaqkən qəhrəmanlığa seçildi. Məhz bu qəhrəmanlığı onu hərb sahəsində təhsil almağa gətirdi. Lakin 23 avqust 1993-cü ildə qızğın gedən döyüşlər nəticəsində qəhrəmanımız qəhrəmancasına şəhid olmuşdu. 23 mart 1949-cu il Lənkəran rayonunda anadan olmuş Paşa Təhmazov demək olar ki, uşaq vaxtı elə qəhrəmanlığı ilə seçilən bir şəxsiyyətlərdən biri olmuşdu. Paşa ləqəbi ilə tanınan qəhrəmanımız 1990-cı illərdə 1-ci Qarabağ müharibəsi başladığı zaman döyüşlərə qatılmışdı. Bir çox uğur əməliyyatlarda iştirak edən qəhrəmanımız düşmənin kabusuna çevrilmişdi. Lakin 1993-cü il 23 avqustda qəhrəmanımız üçün son döyüş olmuşdu. Onu da qeyd edim ki, əvvəldə qeyd etdiyim kimi hər üç şəhid milli qəhrəmanımız Lənkəran rayonunda dünyaya göz atmışdı. Məhz qəhrəmanlar diyarı kimi tanınan Lənkəran rayonunda bir çox qəhrəmanlarımız Azərbaycan torpaqlarının qorunmasında və azad olmasında qəhrəmanlıq göstərən şəxsiyyətlərdən biri olmuşdu. Biz də milli qəhrəmanlar, vətən qəhrəmanları təşkilatı olaraq qəhrəmanlarımızın ailəsinə başsağlığı veririk. İnşallah hər dünyasında qəhrəmanlarımızla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin. Gəlin qəhrəmanlarımızı unutmayaq.